Dim suallarından biridir. Hipotenuzu AB olan düzbucaqlı ABC üçbucağının CD hündürlüyü çəkilmiş. Deməli, bu hündürlükdür. Yəni 90 dərəcə bucaq altına kəsişib. ACD və BCD üçbucaqların xarici əşkəlini çevrələn radiusları 5 və 12-dir. Bura 5, deməli bura da 5-dir. Bura 12, deməli bura da 12-dir. Yəni ümumilikdə bura oldu 24, bu hissədə oldu 10. İndi bizə ABC-nin daxilə çəkilmiş çevrəsinin radiusunu istəyir. Baxın, belə bir üçbucaq alındı. Düzbucaqlı üçbucaq. ACB. Bu düzbucaqdır. Bura 10'dur. Bura 24'dür. Onda bura 26 olacaq. Çünki 10 5 vur 2 deməkdir. 24 12 vur 2 deməkdir. Deməli burada 13 vur 2 demək olacaq da. İndi bizə bunun daxilə çəkilmiş çevrəsinin radiusunu istəyir. Daxilə çəkilmiş çevrənin radiusu nə idi? Düzbucaqlı üçbucaqda katetlərin cəmi çıx hipotenuz bölü 2 bərabərdir. Burada katetlərin biri 10'dur, biri 24. Toplayırıq, çıxırıq 26'nı. Bölünsün 2 bərabərdir. 8 bölü 2 bərabərdir 4. Cavab 4 olacaq.